Deməli, bir sualın izahına baxaq. Bir satıcı eyni maldan 5 ədəd alana eyni maldan birini hədiyyə edir. Satıcı bu satışdan 30% gəlir əldə etmişdir. Bu malların bir dənəsini isə faiz xeyirlə satır. Baxın, əvvəlcə tutaq ki, maya dərimiz olsun 100 manat. Maya dərimiz olsun 100 manat. 5 ədəd satdığımıza görə 500 manat. Bir nəticədə pay veririk. 500 üstə gəlsin 100 deyil 600. Biz 600 ədəd deməli son nəticə olaraq maya qoymuşuq. Deməli 600-dən 30% gəlir əldə etməliyik. Yəni 600-ün 130%-ni tapaq bölək 100-ə. Bu deyir 780. Deməli 500 idi, olub 780. Deməli 280 manat bizim xeyrimiz olub. Bunu bölürük 2 qiymətə. Vuruq 100-ə. Nəticə alırıq ki 56% cavabımız olacaq.